Selamun Aleyküm ve Rahmetullah Mansur müəllim. Aleykümselam Rahmetullah Berekatuhu. Əvvəllər fitnələr və dəyişikliklər yox idi. Sabit qalan qardaşlar zamanla dəyişməyə başladılar. Bir zamanlar bidət saydıqları fikirləri indi doğru bilirlər. Doğru bilməsələr də həmin bidətə yüngül yanaşırlar. Və bu da bizi çox məyus edir. Lakin eyni zamanda bir zümrə var ki, onlar sabitdirlər. Onlar bidətə, sələfin bidətə baxdığı kimi baxırlar. Bu sabitliyin səbəbi nədir? Alimlər və sələflər bu barədə nə deyiblər? Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu və selamu alə Rasulillah. Ümumiyyətlə bilmək lazımdır ki, fitnələr həmişə olub. Fitnə olmayan bir dövr, fitnə olmayan bir zaman olmayıb. Sadəcə olaraq az olub, çox olub, xəfifləşdiyi vaxt olub, insanların örgəşdiyi vaxt olub. Lakin fitnə olmayıb, sözü yəni biraz sualda yəni düzəlişə ehtiyacı olan bir yerdir. Yəni fitnələrin olması Peyğəmbər s.ə.v-in xəbər verdiyi bir şeydir. Onun olmaması, onun yəni onun olmaması artıq yəni təsəvvür olunmaz. Çünki Peyğəmbər s.ə.v özündən sonraki fitnələrdən xəbər verir. Lakin bəzən görürsən ki, müsəlmanlardan, xüsusən iman edənlərdən, xüsusən özünə əhl-i sünnə və cəmaə deyənlərdən görürsən fitnələr zamanı bəzi yanlışlıqlara düşürlər. Və ya fitnə zamanı sabit qalırlar, sonra yanlışlığa düşürlər. Bu təbii ki, səbəbləri çox olan bir məsələdir. Bu məsələdə səbəblər çoxdur. Ən böyük səbəblərdən biri elmsizlikdir. Həmçinin görürsənir ki, ixlas yoxdur. Peyğəmbər sallallahu aleyhi ve sellemə tabiçilik yoxdur. Sünnənin təzimi, əsərin təzimi, hədisin təzimi yoxdur o insanların qəlbində. Onlar əgər bidətə və bidət əhlinə qarşı səhlənkarlıqla yanaşırlarsa, sünnənin təzimi gedir. Çünki bidət ona qarşı səhlənkarlıq olarsa, artıq sünnə zəifləmək deməkdir. Sünnəyə qarşı laqeyd yanaşırsan. Sünnəyə qarşı laqeyd baxırsan. Ona görə də bidət tərəfə biraz yumuşaq olursan, ona tərəf yumuşaq baxırsan, yumuşaq davranırsan. Və beləliklə şeytan insanı sürükləyə bilir. O bidət fikrə, o zəlalətə, təbii ki, yavaş-yavaş, az-az. Müsəlman gərək sabit qalmağı Allahdan dua edib istəsin. Və həmçinin bu görsənir ki, dua yoxdur. Dua zəifdir. Duaya olunmur, Allahım mənə sabit elə. Və Allah təvəkkül zəifdir dini məsələlərdə. Çünki alimlər, onlardan məsələn İbn Qeyyim rahimehullah deyir ki, insan dünyasını Allaha təvəkkül etdiyi kimi, həmçinin dinin də Allaha təvəkkül etməlidir. Biz dünyamızı hasil eləmək üçün Allaha təvəkkül edib səbəblərdən yapışırıq ki, bizə ruzi payımız gəlsin. Və hidayət payımızın da gəlməsi üçün gərək səbəblərdən yapışaq. Allaha təvəkkül edək və səbəblərdən yapışaq. Və səbəblərdən görürsən, məsələn, onlarla oturmaq, durmaq, onlara qulaq asmaq və qəlbə nöqtə düşür və qəlbdə onlara sevgi yaranır. Görürsən, məsələn, bir şeyə qulaq asırsan və ya bir şey dinləyirsən və ya oturursan, deyirsən, sənə elə gəlir ki, bu belə deyil ki, bu nə yaxşı insandır, bu nə belədir, mənlə xoş danışdı, mənə bir şey demədi və sənin qəlbində başlayır onun bidətinə və onun özünə qarşı yumuşaqlıq yaranmağa. Sonra təbii ki, gələn məclisdə oturursan, biraz, o birisi məclisdə biraz və artıq hətta gəlib deyə bilərsən ki, qardaş, siz səhv deyirsinizsə, o elə deyil. Onda elə şey yoxdur. Bu, səbəblərdən bir səbəbdir. Və həmçinin bəzən mahiyyətinə varmamaq. Bəzən, məsələn, mahiyyətinə varmırsan ki, adamın fikirləri nədir? Adamın fikirləri nədir? Mahiyyətinə varmırsan. Və deyirsən, nə var burada? Niyə belə deyirlər? Niyə belə bir-birlərinə rəddiyə verirlər və bir-birlərinə nəsə deyirlər? Mahiyyətinə varmırsan. Biz demirik, hər şey rəddiyə olunmalıdır. Necə gəldi, nə tər gəldi? Hər ixtilaf etdiyin şeydə rəddiyə verməlisən. Belə şey də demirik. Lakin o məsələ əsas, usul, qayda məsələlərindəndirsə, xüsusən etiqadla bağlıdırsa, əqidə ilə, sünnə ilə, mənhəc ilə, məsləklə bağlıdırsa, bu alimlər tərəfindən
yəni pis qarşılanıbsa, buna qarşı əks fikirlər deyilibsə, Quran və sünnə ilə bəyan olunubsa, bu artıq deyilməlidir və bəyan olunmalıdır. Onu daşıyan insan, ona dəvət edən insan da ehtiyatlı olunmalıdır ondan. Çünki onda yəni təhlükəli fikirlər var. Və insan ola bilər bu təhlükəni şey eləməsin, hiss eləməsin. Çünki alimlər qeyd edirlər ki, fitnə gəldiyi zaman alimlər o fitnəni əvvəlcədən bilərlər. Keçib gedəndən sonra cahillər bilərlər. Niyə görə cahillər niyə bilərlər onu? Çünki fitnənin qurbanlarını görərlər. Qurbanların görərlər, deyərlər ki, vay, və ya bu niyə belə oldu? Bu niyə elə oldu? Lakin biraz diqqətlə baxsalar, görərlər ki, bu şeydən əvvəl onlara xəbər verilmişdi. Carçı xəbər vermişdi, lakin onlar diqqət eləməmişdilər, fikir verməmişdilər. Həqiqətin nə qədər ciddi olmasına varmamışdılar. Və səbəblərdən biri də varmamaqdır. Və demək ki, bununla nə olacaq ki? Sən rəddiyə versən, nə olacaq ki? Sən görə danışsan düzələcək. Ola bilər mən danışsam düzəlməsin. Ola bilər düzəlsin. Bu ehtimaldır, Allah bilir. Ən azından düzəlməsə də özü, ona qulaq asanlardan kimsə düzələ bilər. Falan falan. Yəni burada bütün xeyirlər cəlb olunur. Ola bilər mən danışam və kimsə danışa, heç kim qulaq asmasın bu dövrdür. Ola bilər sonra kimsə səs yazıdan qulaq asar, kimsə əl yazmadan oxuyar ki, belə bir fikir səhv olub və o fikirdən çəkinər. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Əli radiyallahu ya, Allah təala sənin əlinə bir kişini hidayət eləməsi sənin üçün qırmızı dəvə sürüsündən xeyirlidir. Qırmızı dəvə sürüsündən xeyirlidir. Bir insan hidayət olunması. Burada hidayət olunması o demək deyil ki, yəni küfrdən İslama gəlməsi. Daha geniş mənadır. Və bir insan səhv fikirdən doğru fikrə gəlməsi, bir insan azğın düşüncədən sağlam fikrə qayıtması, bir insan xəstə fikirləri tərk edib doğru fikrə dönməsi, sağlam etiqada qayıtması, bunlar hamısı azmışı hidayət eləmək, doğru yola yönəltməkdir. Ona görə insan səhlənkar yanaşmamalıdır. Səhlənkar yanaşarsa, ola bilər ki, geçsin, düşsün o xəstə fikrə, o zidd olan fikrə, bidət fikrə, zəlalət olan bir fikrə və sonra nicat tapa bilməsin. Sonra nicat tapa bilməsin. Bu təhlükəlidir əslində. Amma sualın bir hissəsi də qardaşlarımız bəzi sabit qalıblar, bəzisi sabit qalıblar, bəziləri qalıblar. Əslində görsənən budur ki, onlar bu səbəbləri götürüblər. Zikr olunan səbəbləri götürüblər və mahiyyətinə varıblar. Ona görə də Allah təala onları sabit saxlayıb. Və lakin o qardaşlar da yenə bilməlidirlər ki, sabitlik onlardan deyil, sabitlik Allahdandır. Yəni Allah Taala sabit eləməsə, heç kim insanı sabit eləyə bilməz. Çünki qəlblər necə hədisdə gəlib ki, Rəhmanın iki barmaqlarından iki barmaq arasındadır. İstədiyi kimi yönəldir. Allahdan ey qəlbləri çevirən, qəlbimi dinin üzərində sabit et deyə dua etmək lazımdır. Hətta sabitlik üzərində olsan belə, necə Fatihə surəsində hər namazda deyirsən ki, ehdinə sıratal müstəqim, bizi doğru yola yönəlt. Və elhamdülillah sən ibadət edirsənsə, umumən doğru yoldasan. Və yenə də Allahdan doğru yolda olmağı istəyirsən. Və həmçinin alimlərin də təəccüb etdiyi yer burasıdır. Ki, insan necə sabit qalır? Bu fitnələr dönəmində, bu fəsadlar dönəmində, bu qədər bidət fikirlərin, zəlalət firqələrin və onu yayan vasitələrin çoxalması zamanında insan necə sabit və haqq üzərində qalıb. Bu özü də böyük bir uğurdur və təəccübləndirir insanı. Ki, nə üçün insan sabit qalıb? Allah Teala öz kəlamında sabitliyi özünə nisbət edib. Məsələn, təqribən çox ayələrdə, təqribən bir neçə ayədə sabitliyi özünə nisbət edib. Və buyurur ki, məsələn, Allah Teala İbrahim surəsində buyurur ki, "Yuthabbitullahu ellezina amanu." Allah iman edənləri sabit kəlmə üzərində fid-dunya vel-axirə, dünyada və axirətdə sabit saxlayar. Sabit kəlmə üzərində dünya və axirətdə sabit saxlayar. Allah Teala deməyib, onlar sabit qalarlar. Həmçinin sabit olan qardaşlar da ehtiyatlı olsunlar. Yəni, döyməsinlər sinələrinə ki, biz sabitik, biz sabitik. Desinlər ki, səbət min Allah. Sabitlik Allahdandır.
Həmçinin Allah Teala peyğəmbərimiz barədə sallallahu əleyhi və səlləm barədə ki: "Və ləulə an səbbətnaka." Əgər biz səni sabit eləməsəydik, laqad kitta tarkanu ileyhim şey'an qalilə. Sən də müşriklərə meyl eləmişdin. Yəni Allah Resulü sallallahu əleyhi və səlləm meyl eləmişdi onlara. Lakin Allah Teala deyir ki, biz səni sabit saxlamasaydıq, sən meyl eləmişdin. Meyl eləmişdin kimlərə? Müşriklərə. Yəni Allah Teala Peyğəmbər sallallahu əleyhi və səlləmə demək istədi ki, səni belə sabit saxlayan mənəm. Səni belə sabit saxlayan mənəm. Və sahabələr də sabit qaldılar o fitnələr dövründə Peyğəmbərin yanında oldular və bu səbəblər hansı ki qeyd elədiyi bəzilərini ondan möhkəm yapışdılar və o səbəblərə düşmədilər. O bidətlərə aparan səbəbləri eləmədilər. Məsələn, baxmadılar, yüngül baxmadılar, məsələyə demədilər, nə olacaq, qohumlarımızdır, falan. Hamımız Qureyşdənik. Dedilər, şirk və təvhid, sünnə və bidə, Peyğəmbərin yolu və Abu Cəhlin yolu seçdilər. Seçim qarşısında qaldılar və Peyğəmbərin yolunu seçdilər. Amma ağla qalsaydı, bəlkə kimsə, yəni Peyğəmbərin heç bir qohumluğu yox idi, yaxınlığı yox idi, amma əks müqabil tərəfdə olanlardan qohumluğu, yaxınlığı vardı. Amma yenə sabit qalıb Peyğəmbər sallallahu əleyhi və səlləmin yanını seçdilər. Bu onlara sabitliyi üçün böyük bir təkan oldu. Və təbii ki, onlar ixlaslı idilər. Allah Teala onlardan razıdır. Onlar Allahdan razıdır. Həmçinin onlar yəni məsələyə ciddi baxırdılar, məsələyə mühüm baxırdılar. Peyğəmbərə tabe idilər, sünnəni əzəmətli tuturdular. Bunlar hamısı səbəblər, onlar sabit qalması üçün istifadə olunmuşdu. Və yəni insan gərək sabit qalma səbəblərini möhkəm götürsün, sabit qalma səbəblərindən yapışsın və nə ki aparır insanı yəni səhlənkarlığa və ya biraz yumşaqlığa, yəni o məsələlərə baş vurmasın. Əgər baş vurarsa, o zaman mütləq gedib düşəcək o fitnəyə. Məsələn, İmran ibn Həttan adlı birisi olur, böyük alim, Əhl-i Sünnənin imamı sayılır öz zamanında. Lakin bir xavariclə ailə qurur. Ona deyəndə ki, o xavarici deyir ki, mən onu özüm düzəldəcəm. Özündən nisbət edir. Elə bilir ki, o alim olması, sabit olması bunun özündəndir. Amma İmam Həsənə radiyallahu anhya deyəndə ki, bir qadın var, xavaricdir, lakin hafiz Qur'andır, deyir ki, mən hər gecə cəhənnəm parçasından bir parçanı qucaqlaya bilmərəm. Yəni, istəmir, yəni, sabit qalır. Amma İmran ibn Həttan deyir, mən onu düzəldərəm. Əgər mən düzəldərəmdən olsaydı, İmam Həsən radiyallahu İmran ibn Həttandan daha layiq idi. Peyğəmbər nəvəsi Əhl-i Beytdən və sahabə idi. Böyük fəzilətlər onda cəm olmuş. Lakin başa düşdü ki, yəni elə bir şeylər var ki, allada bilər, onu çaşdıra bilər. Və beləliklə İmran ibn Həttan evlənir o xavaric qadınla və yavaş-yavaş dediyinin əksi olur. O qadını düzəldib sünnəyə çağırmaqdan qadın onu əyib xavaric deyə bidətə salır. Və İmran ibn Həttan elə bir pislikdə dərəcəyə gəlib çatır ki, hətta Əli radiyallahu anh'ı öldürən barəsində şeir yazır və deyir ki, ən böyük kafir öldürmüsən. Yəni, haradan hara gəldi? Səbəbləri düzgün yapışmadı və özünə nisbət elədi ki, mən onu düzəldəcəm. Əksinə, Peyğəmbər sallallahu əleyhi və səlləm bizə xəbər verib Dəccal barədə. Və fikir versək, Dəccal barədə xəbər verəndə bizə Dəccalın vəsiflərini deyib. Deyib, bir gözü olmayacaq, bir gözü sanki məhz çəkilmiş formada olacaq, alnının ortasında kafir yazılacaq və belə-belə vəsiflər eləyib bizə. Və deyib ki, kim onu görsə, qaçsın. Yəni, vəsf eləyib, tanıdıb, amma deyib, qaç ondan. Deməyib, tanıdın, getdin ki, sən Dəccalsın. Bəzilər var, deyir ki, mən gedib ona sübut eləyəcəm ki, sən belə, çünki tanıyıram. Yox, ola bilər, orada sən elə şey etsin ki, onlar da balaca Dəccallar da, Dəccalın bu dünyada Dəccaldan qabaqki köməkçiləridir. Azğın insanlar, zəlalət əhli. Təbii ki, onlar sənə nəsə orada sən bilmədiyin şeylərdən danışacaqlar. Sən təcrübələnəcəksən və deyirsən, belə deyilmiş ki. Və gələsən eybləyəsən danışanları ki, siz düz danışmırsınız, o belə deyil. Təbii ki,
Dəccallar yalan danışır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sizlərdən kimsə görsə qaçsın. Sadəcə üzbəüz gəlsə, bilsin ki, o Dəccaldır. Anına kafir yazılıb və s. və ilə axır. Ona görə o kişi ki, Dəccal çıxanda biləcək ki, Dəccaldır, deyəcək, cəmaət, siz qaçın. Mən gedirəm ona deyəm ki, sən Peyğəmbərin xəbər verdiyi Dəccalsan. Onu deyim, onun üzünə gəlirəm. Və gedir Dəccala iman gətirir. Və yəni Dəccala da iman gətirən kafir olur. Lakin qaçsaydı, Peyğəmbərin sözünə qulaq asaydı ki, qaç, salamat qal. Salamat qalanlardan vardı. Lakin qaçmadı, özünə güvəndi, dedi, gedim deyim ki, mən səni tanıdım, sən Dəccalsan. Yəni bilirsiniz necədir, sabit qalmaq üçün səbəblər baxmır. Yəni adam şoferdir, adam məsələn yəni idmançıdır, adam məsələn müəllimdir, adam məsələn mühəndisdir və ya tacirdir. Bu səbəblər fərqi yoxdur. Bu səbəblərin nə maniyəsi var ki? Yəni Quran oxuya bilmək və ya bilməmək sabitlik əlaməti deyil axı. Yəni o mənada ki, Quran özü sabitlik kitabıdır, sabitlik üçün. Lakin tutaq ki, adam var ki, Quranı ən yaxşı bilir, sabit deyil. Adam var, Quran bilmir, sabitdir. Yəni bunlar meyar deyil, meyar səbəblərdir. Məsələn, sünnəni əzəmətli görmək, ixlaslı olmaq, sünnəni əzəmətli görmək. Təbii ki, birinci ixlasdır, sonra sünnəni əzəmətli görmək. Sonra alimlərin yanında dayanmaq, böyük alimlərin yanında durmaq. Şofersən və ya sürücüsən və ya məsəl üçün maşın sürənsən və ya məsəl üçün də idmançısan və ya məsəl üçün tutaq ki, mühəndissən, bənnasan, eşitdin ki, sən çatdı ki, alimlər bu məsələ barədə belə deyirlər. Bunun nə aidiyyəti var, yəni məsələn falan şey. Sabitlik budur. Sünnə alimləri belə deyirlər, mən də belə deyirəm. Bitdi. Məsələn, dalınca getməyə, ardınca getməyə, o belə o artıq sənə gətirib çatdırır harsa bir başlayan bir elm tələbəsi. Bu artıq başqa mərhələdir. Amma bir müsəlman sabit qalması üçün Peyğəmbər sallallahu əleyhi və səlləm xəbər verir, Dəccal belədir. Demədi ki, gedin Dəccal təfsilatını öyrənin. Dedi, görsəniz belə qaçın. Bu alimə də deyilib, bu cahilə də deyilib, hamıya deyilib. Görsən qaçın. Heç bir alim çıxıb deyəməz ki, mən görəcəm Dəccala gedib onunla söhbət edəcəm, mən aliməm. Yəni sabitlik səbəbləri təqribən müştərəkdir hər kəsdə. Alim kimi sabit qalır, cahil kimi sabit. Amma o eyni səbəbi götürürlər. Allah sizdən də razı olsun. Çox sağ olun.